Bir neçə gündür aramsız yağan leysan nəticəsində Hacıqabul rayonundan keçən Pirsaat çayı da daşaraq bir sıra fəsadlar törədib. Aidiyyatı qurumlar sel sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir. Son günlər aramsız yağan leysan xarakterli yağışlar Hacıqabul rayonunun Uddulu kənd vahidliyinin ərazisindən keçən hissəsində Pirsaat çayında suyun daşmasına səbəb olub. Qonşu Şamaxıdan gələn sel sular nəticəsində çayda suyun səviyyəsi 3 metrdən çox artıb. Nəticədə çay qırağı bir neçə fərdi yaşayış evi, həyətyanı sahə, nar bağları su altında qalıb. Qubalı kəndində vəziyyət bir qədər ağırdır. Körpü su altında qaldığından Qubalı kəndi ilə rayon arasında əlaqə kəsilib. Körpü yerindədir. Sadəcə körpünün giriş-çıxışına sel bastığına görə əlaqə yoxdur hal-hazırda. Başqa alternativ yol var mı? Alternativ yol olsa da o körpünün elə bil ki, girişi-çıxışına sel bastığına görə inanmıram ki, olacaq. Vəziyyətdə gördüyünüz kimi də görürsünüz. Su dolub, həyat bacamız hər yer dolubdur. Təbii fəlakətdir də biz buna heç neyilib. Allahdan olan işdir. Saat 5-dən sonra suda bu vəziyyətdir. Nə canlı var edirsə, toğumuz, düzəmiz çıxarmışıq. Bəzisi qırılıbdır, bəzisi çıxarmışıq. İndi yenə də təbii fəlakətdə biz Qubalı kəndi, Udulu Soyut. Əlaqə var o biri rayonda? O biri kəndin o tayı, bu tayla rayon mərkəzinin əlaqəsi tamamilə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirildi ki, çayda suyun səviyyəsi tədricən aşağı düşür. Udullu ərazi vahidliyində selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Hazırda sel sularını kanallar vasitəsilə Qubalı Baloğlan və Rəncbər kəndlərindən ziyansız ötürmək üçün əraziyə müxtəlif təyinatlı texnikalar cəlb edilib. Yaqub Mehdoğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV, Hacıqabul.